Salam, hər vaxtınız xeyir, mən Toğrul Əzizov, karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Siz əgər iş axtarırsınızsa, sizə iş axtarışınıza dəstək verə bilərəm. Bu dəstəkdən faydalanmaq, yararlanmaq üçün sizə chatda əlaqə vasitəsi qeyd oluna bilər və yaxud da kanala daxil olub əlaqə vasitəsini görə bilərsiniz və yaxud da videoda əlaqə vasitəsini görə bilərsiniz ki, həmin əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Deməli, yoldaşlar, bu günləri 29 mart 2025 tarixidir və bugün üçün olan iş elanlarından sizin bir qismini nəzərinizə çatdırmaq istəyirəm. Onların arasında misal üçün katibə işi var 700 manatlıq, əməliyyatçı işi var kadrlar şöbəsi üzrə 600 manatlıq, SMM təcrübəçi işi var misal üçün bu gənclər üçündür 100 manatlıqdır. Çünki təcrübə proqramıdır. Köməkçi işi var 800 manatlıq, reception işi var 800 manatlıq, qablaşdırıcı işi var Sumqayıtda misal üçün 400 manatlıq, mühafizəçi işi var Sumqayıtda 400 manatlıq, daşıyıcı işi var 600 manatlıq, beynəlxalq əlaqələr üzrə koordinator köməkçi işi var Camalda, Icelandda. Sonra bağban işi var, sürücü işi var, mühəndis köməkçisi işi var, reception işi var, printer ustası işi var, şəxsi sürücü işi var, xadimə işi var. Sonra satış üzrə bölgə müdiri işi var. Əgər maşınınız varsa yoldaşlar, sürücü olaraq işləyə bilərsinizsə. Tovuzdadır, Zaqataladadır, Qubadadır, Gəncədədir, Yevlaxdadır, Qubadadır. Sonra sürücü köməkçisi işi var, fəhlə olaraq da var. Sonra Hilton otelində rezervasiya üzrə agent işi var. User interface designer intern işi var, Lyra Team'də. Sonra Seta Map'də sahə mühəndisi işi var. Sonra LL Service'də təchizat işi var. Bu və bənzəri iş elanlarla, həmçinin bənzəri olmayan digər iş elanları ilə da tanış olmaq üçün, həmçinin iş axtarışınızla bağlı dəstək əldə etmək üçün mənə özeldən yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.